Sen bana muhtaçsın için. Geldim. Geldim Muhammed, geldim mama. Salamlayıram sizi. Bugünkü müzakirəmiz üçün Həbib Yakamozun qələmə aldığı Ananın fəryadı və Güney Azərbaycanın Oyanışı adlı bir yazı var. Adətən belə yazılar bilirsiniz quru siyasi analiz olur, amma bu tam fərqlidir. Bu bir ananın fəryadı ilə başlayır və insanı elə ilk cümlədən silkələyir. Bizim də bugünkü məqsədimiz bu yazının qatlarını bir-bir açmaq, anlamağa çalışmaqdır ki, necə olur bir ananın ən şəxsi, ən içdən gələn ağrısı bütün bir xalqın oyanışına, çağırışa çevrilir. Bəli, bu mətn çox ağır, çox sarsıdıcı bir səhnə ilə açılır. 9 yanvar 2026-cı il İran rejimi tərəfindən güllələnmiş Mübin adlı bir gənc və onun anasının fəryadı. Amma müəllif bunu sadəcə bir xəbər kimi ötürmür, yox. O bu fəryadı elə bir haparloyra çevirir və o səs illərdir qurulmuş senzura divarlarını, o susqunluq pərdələrini deşib keçir. Sanki yatmış vicdanları oyatmaq üçün göndərilmiş bir siqnal kimidir. Gəlin, elə o səsin özü ilə başlayaq. Mətn ananın bu sözləri ilə başlayır, titrək bir səslə deyir. Mübincan, anan ölsün, üstünə yorğan çəkirdim, qoymazdım belə donasan. Yəni insanın tükləri biz-biz olur. Amma burada müəllifin diqqət çəkdiyi bir detal var ki, məncə bütün yazının açarı elə oradadır. Bu fəryad müəllifin zəncirlənmiş türk dili adlandırdığı dildə səslənir, yəni o illərdir məktəblərdə qadağan edilən, mediada aşağılanan dildə. Məhz elədir. Müəllif sanki deyir ki, bu sümük sızladan dərdi daşımağa, ifadə etməyə başqa heç bir dilin gücü çatmazdı. Bu sadəcə bir ananın oğluna ağı deməsi deyil. Bu həm də bir müqavimət aktıdır. Çünki o dilin özü illərdir davam edən bir baskının, bir yox sayılmanın simvoludur. Və indi həmin dil ən böyük ağrının ifadəsinə çevrilərək sanki öz varlığını yenidən təsdiq edir. Bu sadəcə bir fonetik hadisə deyil, bu bir kimlik bəyanatıdır. Bir dəqiqə, bu çox maraqlıdır. Yəni, sizcə müəllif demək istəyir ki, əgər o ana eyni sözləri farsça desəydi, təsiri bu qədər güclü olmazdı? Axı ana ağrısı hər dildə eyni deyilmi? Əlbəttə, ana ağrısı universaldır. Amma kontekst hər şeyi dəyişir. Baxın, müəllifin vurğuladığı odur ki, o fəryadın səsləndiyi dilin özü də bir qurbandır. Düşünün, sizə illərlə deyirlər ki, sənin dilin kasıb dildir, inkişaf etməmiş dildir, rəsmi yerlərdə danışma, təhsil alma. Və sonra siz ən dərin, ən ibtidai acınızı məhz o yasaq dildə ifadə edirsiniz. Bu zaman o dil sadəcə ünsiyyət vasitəsi olmaqdan çıxır, birbaşa mübarizənin özünə çevrilir. Fəryadın özü qədər, fəryadın hansı dildə olması da bir mesajdır. Bu, siz mənim dilimi öldürməyə çalışdınız, amma o mənim ən dərin hisslərimdə yaşayır və yaşayacaq deməkdir. İndi daha aydın oldu. Və məncə, müəllif məhz bu nöqtədən başlayaraq məsələni şəxsi faciədən çıxarıb siyasi bir müstəviyə daşıyır. Çox kəskin bir obraz işlədir. Deyir ki, bu xalq faşizmin iki paslanmış çiyəsi arasında qurban gedir. Bu yazının əsas siyasi iddiasıdır. Sanki tək bir düşmən yoxdur, iki tərəfdən bir məngənə var. Tam olaraq. Və bu iki tiyə obrazını anlamaq, bütün mətnin fəlsəfəsini anlamaq deməkdir. Gəlin bu tiyələri açaq. Birinci tiyə daha aydındır, göz qabağındadır. Müəllif bunu şeyx, yəni Xamenei, istibdadı adlandırır. Mətnə görə bu, öz titrək iqtidar kürsüsündə oturmaq üçün mübinlərin canını alan kin dolu güllələr yağdıran qüvvədir. Yəni birbaşa fiziki zorakılıqdır, mövcud hakimiyyətin özünü qorumaq üçün etdiyi repressiyadır. Bu aydındır, bu bugünkü rejimdir. Bəs ikinci tiyə. Bax, bura biraz mürəkkəbdir. Müəllif ikinci tiyəni şah, yəni Pəhləvi, faşizmi adlandırır və iddia edir ki, bu qüvvə güllədən də öncə bu ananın dilini kəsmişdi.
Mənə elə gəlir ki, bəziləri üçün bu müqayisə ədalətsiz görünə bilər. Yəni bir tərəfdə birbaşa can alan bir rejim var, digər tərəfdə isə mədəni siyasət yürüdən, dili sıxışdıran bir rejim. Müəllif bunları eyni tərəziyə qoymaqla nə demək istəyir? Bax, bu çox yerində verilmiş bir sualdır və mətnin ən kritik nöqtəsidir. Müəllif burada fiziki ölümlə mənəvi ölümü müqayisə edir. Onun arqumenti budur. Bəli, şeyxin gülləsi Mübinin bədənini öldürür. Amma şahın yürütdüyü assimilyasiya siyasəti, o dil qadağası, o bütöv bir xalqın ruhunu, yaddaşını, kimliyini öldürməyə yönəlib. Yəni, biri fərdi hədəf alır, digəri isə kollektivi. Müəllifə görə bir insanın dilini əlindən almaq, onun öz dərdini, öz sevincini, öz tarixini gələcək nəsillərə ötürməsinə mane olmaq, onu mənəvi olaraq yox etmək deməkdir. Bu mənada biri sənin bu gününü alırsa, digəri sənin həm keçmişini, həm də gələcəyini uğurlayır. Ona görə də hər ikisini eyni dərəcədə təhlükəli, eyni faşizmin fərqli üzləri kimi təqdim edir. Deməli, biri bədəni hədəf alan bir cinayətdirsə, digəri ruhu hədəf alan bir cinayətdir. Və müəllif bu iki qüvvənin qarşı durmasını da çox sərt şəkildə mərkəzdə oturanların qanlı qumarı adlandırır. Yəni, sanki bu iki rejim, biri mövcud, digəri keçmiş və gələcəyə iddialı Güney Azərbaycan xalqının qanı üzərindən öz hakimiyyət oyunlarını oynayır. Bəli, bu müəllifin siyasi analizinin zirvəsidir. Deyir ki, biri hakimiyyətdə qalmaq üçün bu gəncləri öldürür. Digəri isə bu ölümlərdən istifadə edərək özünün çəkmə və işgəncə dövrünü geri qaytarmaq üçün fürsət axtarır. Və bu oyunun ortasında qalan, qurban gedən isə sadə vətəndaşlar, mübinlər və onların analarıdır. Müəllif bununla əslində bir xəbərdarlıq edir. Deyir ki, bir zülmdən qurtulmaq üçün sizi eyni dərəcədə məhv edəcək başqa bir zülmə sığınmayın. Seçim bu iki pis arasında deyil. Seçim bu məngənəni tamamilə qırıb atmaqdır. Yaxşı, müəllif bu qaranlıq mənzərəni çəkir. Bir tərəfdə güllə, o biri tərəfdə isə susturulmuş dil. Bu, çıxılmaz bir vəziyyət kimi səslənir. Mətn bizi bu ümidsizlikdəmi buraxır, yoxsa bir çıxış yolu da göstərir? Əsla. Məhz bu nöqtədən sonra mətnin tonu tamamilə dəyişir. Ümidsizlikdən oyanışa, matəmdən çağırışa keçir. Müəllif birbaşa Güney Azərbaycana səslənərək ritorik bir sual verir. Nə vaxta qədər mərkəzdə oturanların sənin ciyər paralarının qanı üzərində qurduğu hakimiyyət qumarına tamaşaçı qalacaqsan? Bu sualın özü artıq bir hərəkətə çağırışdır. Və o ananın fəryadı da artıq bir ağı deyil, tamam başqa bir şeyə çevrilir. Mətndə deyilir ki, bu fəryad dolmuş damarların oyanış şeypurudur. Bu bənzətmə çox güclüdür. Dolmuş damarlar, yəni illərin xorxusu, laqeydliyi, süstlüyü. Şeypur isə adətən döyüşə, hərəkətə çağırış səsidir. Deməli, o ananın ağrısı bütün o donu açan, qanı yenidən hərəkətə gətirən bir siqnaldır. Tamamilə. Və bu oyanışın məqsədi də çox aydın şəkildə qoyulur. Mətndə deyilir ki, artıq məqsəd rəhm diləmək deyil. Bu, bütün psixoloji çərçivəni dəyişən bir ifadədir. Rəhm diləmək, özünü qurban kimi görmək, güclünün insafına sığınmaq deməkdir. Müəllif isə deyir ki, bu dövr bitdi. Artıq məqsəd kimliyi, şəxsiyyəti, dili və kəraməti geri almaqdır. Bax, bu çox vacib bir fərqdir. Bizə yazığınız gəlsin, bizə kömək edin deməklə, bu bizim haqqımızdır, bizə aid olanı geri verin demək arasında dağlar qədər fərq var. Birincisi zəiflik mövqeyindən, ikincisi isə bərabərlik mövqeyindən səslənir. Bu qurban psixologiyasından çıxıb öz taleyinin sahib olma iddiasıdır. Elədir. Bu, tələbin mahiyyətini kökündən dəyişir. Artıq söhbət lütf istəməkdən getmir, haqq tələb etməkdən gedir. Bu, psixoloji olaraq köləlikdən azadlığa doğru atılan ən böyük addımdır. Müəllif əslində iddia edir ki, Mübinin anasının fəryadı ilə başlayan bu proses artıq bir ağı mərasimi deyil, bir azadlıq manifestidir. Və bütün bu mübarizənin mərkəzinə yenidən dil mövzusu qayıdır. Yazının əvvəlində susturulmağa çalışılan, zəncirlənən o dildən bəhs edilirdi. İndi isə müəllif onun gələcəyi haqqında çox iddialı bir cümlə işlədir. Qan və sümükdən keçib gələn bir dil artıq heç bir zəncirlə bağlana bilməz. Bu nə deməkdir? Dil necə qan və sümükdən keçə bilər? Bu sadəcə poetik bir ifadədir, yoxsa daha dərin bir məna daşıyır? Həm də necə dərin mənası var.
Müəllif demək istəyir ki, bu dil uğrunda o qədər bədəl ödənilib, o qədər qan tökülüb ki, o artıq sadəcə bir ünsiyyət vasitəsi deyil. O müqəddəsləşib. Hər bir qurban, hər bir ağrı o dilin divarlarını daha da möhkəmləndirib. Onu artıq adi qanunlarla, qadağalarla susturmaq, zəncirləmək mümkün deyil. Çünki o dil artıq insanların sadəcə ağzında deyil, qanında, sümüyündə, yaddaşında yaşayır. Bu dildə deyilən hər kəlmə artıq Mübinin və onun kimi minlərlə insanın xatirəsini daşıyır. Bu dili toxunulmaz bir qalaya çevirir. Faciənin özü dili daha da gücləndirir. Çox təsirlidir. Mətnin sonuna doğru isə müəllif üfüqü daha da genişləndirir. Söhbət təkcə Güney Azərbaycandan getmir. O yazır, Güney Azərbaycan tarixin məktulu, yəni qurbanı deyil, öz sabahının fatihidir. Bu pasiv qurban rolundan aktiv, qurucu, hətta fatih roluna keçidi rəsmiləşdirir. Bəli, bu tünlən bir neçə vacib mesaj verir. Birincisi, mübarizənin lokal olmadığını, daha geniş bir coğrafiyadakı eyni kökdən gələn digər türk xalqları ilə birgə aparılmalı olduğunu işarə edir. Bu bir birlik çağrışıdır. İkincisi, tarixin məktulu olmaqdan imtina etmək. Bu, keçmişdə baş verən faciələrin sənin gələcəyini əsir almasına icazə verməmək deməkdir. Bəli, bizə qarşı zülm olub, amma biz ömrümüzün sonuna qədər bunun yasını tutmayacaq. Biz bundan güc alıb gələcəyimizi quracaq deməkdir. Üçüncüsü və ən əsası isə öz sabahının fatihi ifadəsidir. Yəni gələcəyi kimsə bəxş etməyəcək, bu xalq özü fəth edəcək. Və bütün bu alovlu ruh, bütün bu analiz sonda bir cümləli bir şuaraya çevrilir. Ya bir yol tapacağıq, ya da bir yol açacağıq. Bu cümlə məşhur sərkərdə Hannibalın sözlərini xatırladır. Alp dağlarını keçərkən ona buradan yol yoxdur deyəndə o bu cavabı vermişdi. Bu, sanki çıxılmaz kimi görünən vəziyyətlərdə belə iradə və qətiyyətlə mütləq bir həll yolunun tapılacağını ya da yaradılacağını bildirir. Ümidsizliyə heç bir yer buraxmır. Mütləq. Bu son cümlə yazını bir analiz mətnindən birbaşa bir hərəkət manifestinə çevirir. Artıq vəziyyəti təsvir etmir, vəziyyəti dəyişdirmək üçün bir yol xəritəsi təklif edir. Bu yol xəritəsinin də iki əsas maddəsi var: qətiyyət və öz gücünə inam. Beləcə, mətnin əvvəlindəki o kədərli, ürək dağlayan ana fəryadı, mətnin sonunda bütün bir xalqın qətiyyətli nidasına, andına çevrilir. Çevrilmə möhtəşəmdir. Beləliklə, bir ananın ən şəxsi ağrısından yola çıxaraq, ikitərəfli zülmün soyuq siyasi analizindən keçdik və sonda mədəni və milli bir oyanışa, bir fəaliyyət çağırışına gəlib çıxdıq. Çox qısa bir mətin olsa da, içində bir neçə qatlı məna və güclü bir emosional yük daşıyır. Bu mətin bizə bir daha göstərir ki, bəzən ən böyük siyasi dəyişikliklər, ən böyük hərəkatlar bir insanın hekayəsi ilə başlayır. Bir insanın sarsıdıcı faciəsi, bütün bir kütlənin kimlik, dil və gələcək axtarışının simvoluna, bayrağına çevrilə bilir. Mübinin anasının fəryadı artıq sadəcə onun şəxsi fəryadı deyil, bütün bir xalqın ədalət, azadlıq və ləyaqət axtarışının səsidir. Tarixdə bunun nümunələri çoxdur. Bir damla suyun bütün bir okeanı hərəkətə gətirməsi kimi. Və bütün bu müzakirə, məncə, sizi də bir sual üzərində düşünməyə vadar edir. Müəllifin iddiası budur ki, sıxışdırılan, əzilən bir dil, bir ağı, bir fəryad, yeri gələndə ən güclü mübarizə alətinə çevrilə bilər. Bu bizə göstərir ki, bəzən mübarizələrdə sözlər, sənət, musiqi və ya sadəcə bir ananın ağısı kimi şiddət ehtiva etməyən vasitələr ən kəskin silahlardan, ən sərt siyasi bəyanatlardan daha təsirli, daha dağıdıcı ola bilərmi? Bu barədə düşünməyə dəyər.